əlindən tutub səhnəyə gətirdiyim, istər maddi, istərsə də mənəvi dəstək olduğum insan indi deyir ki, bu yerə özüm gəlmişəm, hər şeyi özüm etmişəm, yanıb tökülürəm, sənin görmədiyin pulları sənə vermişdim. Müsavat.com xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev tarixin bir günü verilişində deyib. Müğənni ad çəkmədən həmkarı Sevil İskəndərliyə sərt sözlər ünvanlayıb. Bir il içində özünə ev da, maşın da aldın. Səni Türkiyəyə, Dubaya, dünyanın hər yerinə apardım. İndi necə deyə bilərsən ki, bunları özün etmisən? Allahdan qorxmursan? Xatırladaq ki, müğənni Sevil İskəndərli bir neçə gün öncə efirdə belə bir açıqlama vermişdi. Manaf Ağayevlə 5 il toylara getmişik. Amma mənim bu sənətə gəlişimə Manaf Ağayev dəstək olmayıb. Dəstəyim Allah olub. Özüm öz gücümlə bu yerə gəlmişəm. Onun bu açıqlaması Manaf Ağayevi özündən çıxartmışdı və açıqlamalarında ad çəkmədən həmkarını nankör adlandırmışdı.